Və biz davam edirik, əziz tamaşaçılar, yeni qoşulanlar, ekrana daha yaxın əyləşin. Dediyim kimi, indi hər yaş qrupuna aid olan bir mövzumuz olacaq. Ona görə diqqətlə izləməkdə və dinləməkdə fayda var. Hər birinizə təşəkkür edirəm bu izləmələriniz üçün və hər efirimizlə çalışırıq ki, sizin bu etimadınızı doğruldaq. Bugün də çox gözəl, dəyərli bir həkim qonağımız var. İstəyirəm onu sizə təqdim edim. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, həmçinin qidalanma üzrə mütəxəssis Turan Axundova bizlə bərabərdir. Xoş gəlmisiniz Turan xanım. Xoş gördük sizlərə uğurlar arzulayıram. Mən təşəkkür eləyirəm. İlk görüşümüzdür bugün Sağlam Gün ayda və Turan xanım Baku City Görüntüləmə Mərkəzi Gənclik metrosunun yaxınlığında yerləşən mərkəzdə çalışır. 10 illik təhsil, 20 illik iş təcrübəsi var. Minlərlə pasiyentin etimadını qazanan bir həkimimizdir. 2019-cu ildə ləmbliozla birgə rast gələn hepatit B xəstəliklərinin müasir diaqnostikası mövzusunda elmi dissertasiyasını müdafiə edib. 30-dan artıq beynəlxalq və yerli elmi konferans və seminarlarda iştirak edib, məruzəçi kimi çıxış edib. Hormonlar, infeksiyalar, parazitlər, göbələklər, bakterial infeksiyaların müayinəsini edir. Gastroenteroloji xəstəliklər, onkoloji xəstəliklər, uroloji xəstəliklər, uşaqlarda vitamin azlığı, anemiyalar, dəri xəstəlikləri, allergiyalar, bundan başqa ginekoloji müayinələrlə də bağlı ona müraciət edə bilərsiniz. Və bir xəbərim var, bizi Qazaxdan çox izləyirlər. Əziz Qazaxlılar, doğma Qazaxlılar, salamlayıram sizi. İnşallah Turan xanım 3, 4, 5 fevral tarixində Qazaxda pasiyent qəbulu elan edir və bir şad xəbərim var ki, konsultasiya ödənişsiz olacaq LabMed klinikasında. Yəni, ünvanı soruşsaz, LabMed klinikasını qeyd eləyəcəm. İnşallah az qaldı, Turan xanım ora yollanır. Və hansı müayinələrlə bağlı müraciət edə bilərlər Turan xanım Qazaxda? Bütün müayinələr bizdə aparılır hal-hazırda. Sadəcə olaraq ən çox müraciətlərimiz parazitologiya bağlıdır. Çünki böyüklər də daxil olmaqla əsasən də uşaqlar təşkil edir ki, parazitoloji müayinələrə çox ehtiyacı olur və hər bir insan bu danılmazdır ki, parazitlə yoluxa bilərlər. Və bununla bağlı bütün diaqnozlarımız fəaliyyət göstərir və çox suallar gəlir, parazitlər necə yoxlansın, hansı təhlillərdə daha düzgün çıxır. Bunların cavablarının hamısını mən cavablandıracağım sizə suallarınızı. Bəli, elə bugün də o mövzumuz maraqlı olacaq. Ona görə hər kəs ekrana yaxın əyləşsin. Bir daha qeyd edirəm, 3, 4, 5 fevral tarixlərində Qazaxda dəyərli doktorumuzun Turan Axundovanın qəbulu keçiriləcək. Tam ödənişsiz şəkildə konsultasiya yazıla bilərsiniz. LabMed klinikasında olacaq. 050 273 90 16 və ümumiyyətlə doktorumuz qurd invaziyaları, bayaq qeyd elədim, elə dissertasiyası da ləmbliozla bağlı idi. Hepatit B xəstələrində ləmblioz xəstəliyi, bağırsaq florasının pozulması, immun zəiflik, allergik xəstəliklər, bizə çox yazdığınız boy və çəki azlığı, saç tökülməsi də bura aiddir. Bugün isə parazitologiya haqqında danışacağıq. Parazitologiyada hansı xəstəliklər var, diaqnoz və müalicə üsulları necə olur və müalicə nə zaman müddətə nəticə verir? Bu barədə bizə çox suallar verirsiniz. Hamısını bizim dəyərli mütəxəssisimiz, tibb üzrə fəlsəfə doktoru Turan xanım cavablayacaq. Buyurun doktor. Çox sağ olun sualınıza görə. Maraqlı sualdır, aktual bir sualdır. Çünki istər böyüklər, istər uşaqlar hamı bundan yoluxa bilir. Demək olar ki, parazitlərlə yoluxmanın müxtəlif üsulla müayinəsi var. Əgər fekal oral yolla, yəni ağız boşluğundan yoluxma varsa, biz bunu mədə-bağırsaq sistemində axtarırıq və bunun ilkin müayinəsi olaraq nəcisin ümumi müayinəsi nəzərdə tutulur. Düzdür, nəcisin ümumi müayinəsini hər laborator düzgün etməyə bilir. Bunun istər qoxusundan, istər müayinəsindən bəzi mütəxəssislər də çəkinə bilirlər və axtarışlarımız müxtəlif fərqli nəticələr verə bilir. İkinci olaraq, bu tibbdə belə qızıl standart götürülüb ki, nəcisin özü 3 dəfə götürülməlidir. Bəli. Gün aşırı olmaqla və yaxud 3 gün fasilələrlə 3 dəfə yoxlanılaraq bağırsaq mühtəviyyatlarının fərqli mühtəviyyatında fərqli qurd yumurtalarına belə aşkar oluna bilər. Yalnız qurd yumurtalar deyil, biz parazitlər axtardıqca funksional orqanizmə baxış aparırıq. Çünki tək qurd invaziyaları problemlər törətmir. Qurd invaziyalarının qoyduğu bir fəsadlar nəticəsində də anemiyalar baş verə bilər, saç tökülmələri baş verə bilər, vitamin azlıqları baş verə bilər və bunların hər birinin fəsadı da məhz parazit ola bilər və biz bunu axtarmalıyıq.
Tamamdır, biz qida sistemində bunu axtardıq. Lakin eləsi var ki, elə qurd müayinələri var ki, exinokok deyilən qurdlar var ki, bunlar bizə ikincili olaraq yoluxur. Biz bunun üçün əsas orqan deyilik. Yəni biz onu sadəcə yaşaması üçün, böyüməsi üçün vasitə olan orqan insan sayıldığımız üçün o bizdə yoluxur və hər hansı bir orqanımızda kislər əmələ gətirə bilər. Biz nəticə müayinəsində bunu aşkar edə bilmərik. Mütləq qaraciyər yoxlanılmalıdır. Kislər aşkarlamaq üçün beyin tomografisi çəkilməlidir, əgər bunlara bir şübhəmiz varsa. Və yaxud elə qurdlar var ki, toksokara dediyimiz qurdlar var ki, bunlar bizim dərimizdən yoluxa bilər. Ayaqyalın əgər tropik zonalarda, isti yerlərdə gəziriksə də, əsasən tropik ölkələrdə bu çox yayılıbdır, Azərbaycanda çox azdır. O zaman biz dərinin altındakı qurdları araşdırmaq üçün artıq seroloji müayinələr, immunoferment analizlərinə üstünlük verməliyik və parazitoloji müayinələrdən artıq nəticə axtarmamalı və mədə-bağırsaq sisteminə baxılmayacaqdır. Belə. Sonra müayinələrdən dedik, qan müayinəsindən istifadə olunur, PCR müayinələrindən istifadə olunur, seroloji müayinələrdən istifadə olunur və əsasən birinci növbədə xəstənin özü ilə kontakt qurmalıdır. Həkim çox suallar verməlidir. Çünki bir parazit axtarmır. Biz bir neçə parazit növlərini axtarmaq üçün o klinik əlamətlərdən yapışırıq ki, hardan müayinəmizi başlaya bilərik. Ən çox da nəyi söyləyirlər? Halsızlıq, arıqlaya bilməmə, qarın ağrıları, dəri problemləri, hətta əsəbilik və yuxusuzluğun arxasında da məhz parazitlər ola bilər. Ona görə ekrana yaxın əyləşin. Mən əbəs yerə söyləmədim ki, həm uşaqlara, həm də böyüklərə aiddir, istənilən yaş qrupundan olan izləyicilərimizə. Çünki bu əlamətləri bizə vurğulayırlar. Turan xanım, çox zaman yazırlar, çox narahatam, analizlər verirəm, analizlərim təmiz çıxır, görürsən burada parazitar xəstəliklərdən söhbət gedə bilərmi? Elə Turan xanım bugün bu mövzuları açıqlayır və hansı analizlərin daha dəqiq nəticə verdiyini də Turan xanım söylədi. Qan analizində parazitlərdən dolayı əlamətlər nələrdir? Mən istəyirəm, bax, bu haqda da danışaq. Yəni, qan analizində bu necə görünür? Deməli, İlk növbədə klinik əlamətlərdən anemiyalar baş verə bilir. Birinci növbədə iştah zəifliyi baş verə bilər. Hər bir şəxsdə ürək bulanma baş verə bilər. Allergik reaksiyalar ən çox verilir. Enterobiusun yoluxması zamanı, yəni buna sap şəkilli qurdların ən kiçik qıl-qurd deyilir. Bu zaman əsasən oturacaqda qaşınma. Hamı hiss edə bilər. Uşaqlar gecələr yatanda diş xırçıldatmanı, bunu valideynlər ən çox görürlər. Və bunların da sinir sisteminə təsiri bir mənalıdır. Çünki bağırsağımız bizim bir mənalı mərkəz sinir sistemindən əlaqəlidir və ikinci bir beyin adlandırılır. Və qurdlar da məhz bu enterobius qurdları məhz bu yoğun bağırsaqda yerləşir. Yalnız yumurta qoyarkən düz bağırsağa enərək havalı yerdə, oksigenli mühitdə yumurtalarını qoyaraq bir də təkrar qalxırlar bağırsaq mühtəviyyatına. Bu zaman biz onu hiss edə bilirik, qaşınmanı. Digər vaxtı hiss etməyə bilərik. Ona görə biz təhlillərimizi birinci başlayırıq oturacaqdan yaxma götürməsi, sonra nəticə müayinəsindən və qan təhlillərində onların antigenlərin təyini aparılır. Yəni, bax, bunlar dəqiq icra olunanda parazitlərin olub-olmadığından artıq biz əmin oluruq və valideynlər indi bizə hal-hazırda yazırlar, sual verən izləyicilərimizə səslənmək istəyirəm ki, narahat olmayın, suallarınız səslənəcək. Bax, deyir ki, körpədə 4 yaşı var oğlumun, qarında köp, ağrı, tez-tez ishal halları olur. Bu parazitlərdən xəbər verə bilərmi? Bəli, parazitlərdən xəbər verə bilir. Dizbakteriozdan xəbər verə bilir, həzm sistemi çatılmazlığından xəbər verir. Mütləq bunu aydınlaşdırmaq üçün biz nəticə ümumi müayinəsini veririk və nəticə ümumi müayinəsində tək qurdlar yoxlanılmır. Burada göbələk növləri aşkar olunur, mikrofloranın sayı aşkar olunur. Yəni biz bilirik ki, bağırsaqlarımız əsasən yoğun bağırsaq mikroflora ilə zəngindir. Bu bizə xüsusi olan deməli bifidobakterilər və laktobasillərdən ibarətdir ki, bunlar tək bizdə çürüməni təşkil etmir. Çürüdülmüş qidanın sorulmasını bağırsaq mühtəviyyatından xovlar vasitəsilə sorulmasını təşkil edir və biz bütün yediyimiz qidaları, çürümüş qidaların vitaminlərini, minerallarını məhz bu bakteriyalar şəklində, bakteriyaların vasitəsilə qəbul edə bilirik. Ona görə də biz onları da yoxlayaraq ümumi bir nəticə veririk xəstəyə ki, xəstənin həmin bu ishalının səbəbləri hansılardır? Bir də müasir dövrdə hər kəs fit görünmək istəyir, arıq olmaq istəyir, bəziləri də daha əksinə kökəlmək istəyirlər, çox arıqdılar. Parazitlər arıqlaya bilməməyə və yaxud da səbəbsiz kökəlməyə səbəb ola bilərmi Turan xanım? Ola bilir, individualdır. Orqanizm çox individualdır ki, bəzi orqanizm parazitlərdən heç kökələ bilmir. Yəni həzm sistemində orqanlara təsir etdiyi üçün funksiyaya orqan
orqanlar öz funksiyasını yerinə yetirə bilmir. Bu da o deməkdir ki, qaraciyər öz fermentini ifraz edə bilmir, öd öz fermentini ifraz edə bilmir, bağırsaqlar öz funksiyasını görə bilmirlər belə. Amma bəzi insanlar var, insulin direnci olan insanlar, kökəlməyə meyilli şəkər xəstəliyi olan insanlar və yaxud piyələnməyə meyilli lipid profili yüksək olan, xolesterini yüksək olan insanlar, bunlara qurd invaziyası düşsə belə, bunlar arıqlamayacaq. Daha da kökələcəklər. Bu da yenə o funksiyanın, deməli, pankreasın mədaltı vəzinin funksiyasının pozulmasını göstərir və yaxud bağırsaq xovlarından sorulmanı azaldır. Onlara da əks olaraq təsir göstərir. Bir də bu parazit müalicəsi var. Mən istəyəcəm o haqda danışaq, amma sizin nəticələriniz var. İstəyirəm onlar ekrana gəlsin, əvvəl və sonraları görək. Baxın, bu halda elə istəyirəm bu fotolar üzərindən, videolar üzərindən bizə məlumat verəsiniz Turan xanım. Deməli, bu pasiyent dünən axşam göndərib mənə, hal-hazırda yaşlı kişidir. 2 ay bundan qabaq ona müalicə yazmışam, hal-hazırda müalicə davam edir və görün 2 ayda dırnaqlarda fərqi hiss edin ki, heç özü inanmadı ki, burada bir göbələk növü ola bilər və bu göbələkdir, bunu uzun müddətli müalicə etmək lazımdır. Sadəcə özü çox səbirli olmalıdır ki, və o insan da o qədər səliqəli olub ki, vaxtı-vaxtında o dediklərimin hamısını edib və nəticəmiz hal-hazırda göz qabağındadır. Çox gözəl nəticə. Növbəti şəklə baxaq. Növbətisinə baxaq zəhmət olmasa. Aha, burada nədir? Bəli, burada deməli bel nahiyəsində allergik bir prosesin olduğunu göstərir və o allergik prosesi hər dəfə sadə bir allergiya edib qaşıyırdılar. Cavan oğlandır, 17 yaşında. Müalicə nəticəsində artıq çapıqlaşmış bir toxuma qalmışdır. Onun fərqini göstərmişik. Növbətisinə baxaq zəhmət olmasa. Turan Axundova bizlə bərabərdir. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, həmçinin laboratoriya mütəxəssisi, qidalanma üzrə mütəxəssis. 050-273-90-16 dəyərli doktorumuzun əlaqə nömrəsidir və əziz Qazaxlılar 3-4-5 fevral tarixində LabMed klinikasında doktorumuzun ödənişsiz konsultasiyası baş tutacaq. 3 gün ərzində buyurub yazıla bilərsiniz. Bakı qəbullarına yazılmaq üçün də elə eyni nömrədir. Bakıda Baku City görüntüləmə mərkəzində çalışır. Gənclik metrosunun yaxınlığında yerləşir. Aha, burada da 12 yaşında qızdır. Baxın, uşaqlar, valideynlər özləri baxırlar. Çox vaxt belə dəri altı bərkimiş bir təbəqələrin lipoma kimi bir civzələrin formalaşması vardır ki, və bunu çox vaxtı təmizləməyə, üz təmizləməyə müraciət edirlər. Lakin bunların hər birinin bədən daxili orqanizmdə fəsadları var ki, bu üzə çıxır. Biz bunu araşdırmalıyıq. Təsəvvür edin, qurd müalicəsindən sonra görün, özü sorularaq nə qədər fərqli bir təsir göstərir. Özdə bu elə bərk olur ki, bu yəni uzun müddət qalır. Biri var ki, civzi olsun, sızanaq, yəni onunla səhv salmayın. Sızanaqlar müəyyən müddət qalır, sonra içərisi töküləndən sonra artıq yavaş-yavaş möhtəviyyət töküləndən sonra çəkilməyə başlayır. Amma bu belə deyil, uzun müddət qala bilir və təbii ki, bir narahatlıq, diskomfort, kompleks hissləri yaşadır. Hətta kosmetologlar onu yandıraraq da götürür, cüzi olaraq səthi yandırırlar. Amma onda da izləri qalır çox zaman. Bəli, sorularaq bu yəni özü yoxa çıxır. Bu daha gözəl nəticə. Demək ki, altda yatan səbəbi müalicə eləmişsiniz. Yəni əsas olan odur ki, doğru diaqnoz qoyulması və Turan xanım da doğrudan da yəni uzun illərini bu işə həsr edən bizim həkimimizdir və iş təcrübəsi də çox böyükdür. Görürsünüz, allergiyalar, həzm çatışmazlığı, dizbakterioz, qurd xəstəlikləri, bağırsaq problemləri, yəni bununla bağlı problemlər yaşayan insanlar buyurub müraciət edə bilərlər və çoxdur suallar həddindən artıqdır. Artıq mən də onları da səsləndirəcəm, amma istəyirəm elə bax izləyicilərimizin suallarına uyğun müalicə barəsində soruşum. Ümumiyyətlə müalicə nə qədər davam edir və laborator olaraq sağalma necə təsdiqlənir? Siz həm də bir laboratoriya mütəxəssisiniz. Sizin belə deyim də sahəniz daha genişdir və xüsusən də kompleks şəkildə bu problemlərə yanaşa bilirsiniz. Buyurun. Təbii ki. Diaqnoz önəmlidir bütün həkimlər üçün. Bu bir mənalıdır ki, diaqnozumuz dəqiq olmalıdır. Diaqnozdan sonra müalicənin effektini isə biz müxtəlifdir, individualdır. Hər bir xəstəliyin müalicəsi fərqli ola bilər. Mən ən sadə enterobius haqqında deyim. Enterobius qurdunun məhvinə sadəcə 5 gün lazımdır. Təbiidir ki, biz müalicəmizi etdik, biz nəticəmizi görəcəyik bir həftə sonra. Amma enterobiusun qoyduğu 500-lərlə, minlərlə yumurtalardan 2 həftə sonra başlayır kiçik bir qurdlar aşkar olmağa. Bəs bu bağırsağa biz yenidən təsir göstərməliyik. Ona görə bizim kursumuz elə olur 1 ay, elə olur 2 ay fasilələrlə davam edir. Və bu fasilələr nəticəsində biz onun nəticələrini görürük. Lakin biz bir dərman yazmırıq. Mən ona görə qidalanmanı vermədən dərmanı yazmırıq. Əgər mənim yanıma gələn xəstə öz qidalanmasını düzəltməyəcəksə, gəlməsin. Mən müraciətlərimdə hər zaman düzgün qidalanma önəmlidir.
Əgər bütün günü gedib fast food yeyəcəksinizsə, quru qidalar yeyəcəksinizsə və yaxud bayırda çirkab əllərlə qidalanacaqsınızsa, onda heç müraciət etməyin. Zaten yenə yoluxacaqlar. Yəni müalicə zamanı mütləq dediyiniz qidalar aradan birmənalı onlar qaldırılır. Ondan sonra nəticəni görərsə beləcə davam etməlisiniz. Yox, yenə həkimə müraciət etmək istəyirsə, biraz da qidalanın gəlin. Bax, insanlar özü, yəni psixoloji olaraq insanlara bu qidaları aşılamaq lazımdır ki, mən yediyimə məxsusam. Yediyim mənim üzərimdədir, üzümdə görsənir, gözümdə görsənir, saçımda görünür. Yəni insanlar yedikləri nədirsə odurlar. Bəli, nə yeyirəmsə oyam. Bəzən bir zərərli qida olanda deyirəm, bu mənə lazımdırmı? Bu mənə nə verəcək? Bəli. Yəni doğrudan da xeyir edən qidalarla qidalanın və analizlər yenidən təkrarlanırmı? Əmin olmaqdan ötürü ki, artıq bu qurd bədəndən xaric olunur. Əgər klinik əlamətlərdən nəsə cüzi qalarsa və yaxud da lent şəkilli qurdların bir dənədir, birini salmalıyıq. Mütləq bunu yoxlamalıyıq ki, tam düşdü, düşmədi. Əgər biz onu görmürüksə ki, düşdüyünü görmürüksə, mütləq yoxlayırıq. Mən sizin səhifənizi izlədim Turan xanım. Yəni həm uşaq yaşında olan insanlar, həm böyük yaşda olan insanlarda o lent şəkilli qurdları gördüm. Hansı ki, bəziləri hətta hərəkətdə idi. Yəni biraz vahiməli görüntüdür, amma bunlar bizimlə bərabər yaşaya bilirlər. Ona görə gigiyenamıza, yediyimizə diqqət ayırmalıyıq. Yeri gəlmişkən doktorumuzun Instagram səhifəsini ekranda görürsünüz. Parazitoloq doktor Turan Axundova, həmçinin Facebook səhifəsi də var, TikTok səhifəsi də var. Parazitoloq doktor Turan 10 illik təhsil və 20 illik iş təcrübəsi ilə minlərlə pasiyentin etimadını qazanan bir həkimimizdir və tibb üzrə fəlsəfə doktorumuzdur. 050-273-90-16 TikTok canlı yayımından nömrəni görə bilmirlər. Ona görə nömrəni tez-tez vurğuluyuram. Çünki nömrəni istəyənlər var bizdən, valideynlər bizə yazırlar və suallar da göndərirlər. Bax, deyir ki, uşaq gecələr diş qıcıyır. İştahı yoxdur. Parazit ehtimalı varmı mənim oğlumda? Bəli, var. Yoxlanılmalıdır. Yoxlanılmalıdır. Parazitlər qan azlığına səbəb ola bilərmi? Bir izləyicimiz yazır, deyir, dəmir içirəm, amma heç cür qalxmır. Dəmir preparatının qəbulu bütün valideynlər bilir ki, birincidə dişin qaralmasına səbəb ola bilər, çox qəbul etdikdə. Onun üçün birinci növbədə qurd invaziyasını məhv edib, sonra dəmir preparatlarına və yaxud da vitamin preparatlarına keçmək daha məsləhət görülür. Olmasa, yəni həmin o qurdlar o dəmir və vitamin, mineral balansını yeyəcəklər, onlar daha güclənəcəklər. Sizə heç nə çatmayacaq. Ona görə diqqətli olun. Parazit müalicəsi zamanı şirniyyat və şəkər yeyə bilərəmmi? Ümumiyyətlə şirniyyat və şəkəri azaltmaq daha məsləhətdir orqanizm üçün, amma uşaqlar bunu sevdiyi üçün tamamilə yox desək belə, uşaqlar harda olsa bunu tapıb yeyəcəklər. Bəli, əsasən müalicə ərəfəsində acılı, kəskin acılıdan, kəskin şirindən, duzludan və turşulu qidalardan tamamilə azad oluruq. Ümumi qidaları sulu şəkildə, şorbalardan istifadə, sulu qidalar şəklində və yaxud tərəvəz mənşəli qidalara daha önəm veririk. Çünki lifli qidalar bizim bağırsağımızın peristaltikasını artırır. Bunun üçün biz qidalanmanı mən pəhriz şəklində verirəm. Pəhriz dedikdə biz tam ac qalmırıq. Bundan bəzən insanlar qorxurlar. Pəhriz dedikdə daha zəngin qidalardan istifadə etdiyimiz, sadəcə olaraq onları sevdiyi şəklə salmaq lazımdır. Və uşaqlarla biz çox vaxt mən özüm söhbət edirəm. Böyüklərə deyirsiniz, riayət etmək olur. Uşaqlar sevmirəm, getdi, yoxdur. Onu sevdiyi qidanın arasına salaraq yedizdiririk. Tərəvəzi tamamilə məhv etmək mümkün deyil. Çünki onu mütləq şəkildə qidalanmada sevərəkdən yedizdirmək lazımdır. Doktor, bir də ailələr var ki, onlar ev heyvanlarını sevirlər, evdə ev heyvanları saxlayırlar. İstər bu itlər olsun, istər pişiklər olsun, bilmirəm, dovşanlar olsun, nələrsə, böyük sıçanlar olsun. Bax, bu ev heyvanı saxlayan ailələrdə parazit riski yüksəkdir. Uşaqların parazitə yoluxma riski. Rast gəldiyim xəstələrin çoxunda ev heyvanı var. Bir mənalı toksoplazmanın keçməsinin səbəbi elə pişiklərdən olur. Pişik tüklərində yerləşdiyi üçün bu bakteriyanın ona görə buradan yoluxması daha mümkündür. Lakin biz ev heyvanları sevərləri də, yəni üzməməliyik, bəli. Üzməməliyik. Sadəcə olaraq qorunmalarını, məsələn, dezinfeksiya işlərini möhkəm aparmalıdırlar. Və yaxud da pişiklərin evdə belə olsa, onların yaşama mühiti ayrı seçilməlidir. Bir pasteldə, bir yataq rejimində yatmaları, oturmaları, o istər-istəməz o yoluxmaları artıra bilir təbii ki. Mövzu o qədər maraqlıdır ki, tamaşaçılarımız çox aktivdirlər və mən də çalışıram dəyərli Turan xanıma suallarınızı ünvanlayım. Sadəcə eyni oxşar suallar çoxdur. Doktor, uşaqlarda bax bu parazitlər laborator analizlərdə niyə bəzən gec çıxa bilir, bəzən də görünməyə bilir? Bunun bir səbəbi varmı?
Bəli, əsasən bayaq dediyim kimi nəcisin müayinəsi, defekasiya axtı bilirik ki, bağırsaq 8 metrdən də çox uzunluqdadır deyə biz buradan bir parça götürə bilirik yoxlanışa. Yəni bir dəfə analiz vermək o demək deyil ki, doğru nəticə olacaq. Əksər vaxtı çıxa bilir. Bəli, görüntüləri təbii ki, böyük binokulyar mikroskoplarda yoxlayırıq, bunları sentrifuqalaşdırırıq, ayırırıq. Ona görə görüntülər çox mükəmməl olur. Sadəcə olaraq ola bilir ki, bu möhtəviyyata tapılmırsa, əgər klinik əlamətə şübhəmiz varsa, dönə-dönə yoxlanışlar edirik və bir mənalı olaraq PCR müayinəsindən istifadə edirik. Qan təhlilində PCR müayinəsi və yaxud seroloji müayinələrdə bir mənalı həmin qurd növünü aşkar etmək olur. Sadəcə maliyyə cəhətdən olaraq onlar daha baha başa gəldiyi üçün insanlara check-up müayinə kimi nəticə ümumi müayinəsi bizə sərf edilir. Yəni 3 dəfə yoxlayıb bir dəfə nəticə verə bilirik. Doktor, mən istəyirəm ki, Turan xanım, bax artıq uzun illərdir ki, bu sahədəsiz, peşəkar bir həkimsiz, tibb üzrə fəlsəfə doktorusunuz. Sizin sahəniz daha genişdir. Ona görə mən həm qidalanmadan sual verirəm, həm laborator analizlərdən sual verirəm, həm də bir parazitoloq həkimimizdir. Bu mütəxəssislər belə deyim də cəmi olaraq istəyirəm valideynlərə və uşaqlara məhz hansı əlamətlər olanda daha diqqətli davranmaqlarını və həkimə müraciət edəcəklərini söyləyəsiniz. Hansı əlamətləri özümüzdə müşahidə edəndə biz artıq bundan şübhələnib, bu parazitar xəstəliklərdən şübhələnib həkimə müraciət etməliyik? Deməli, birinci mənalı oturacaqda qaşınmanın olması. Bu olmadıqda allergik reaksiyalar mütləq verir. Ən azından uşaq ilk olaraq iştah kəsilməsindən şikayət edirsə, bunu yemirəm, onu yemirəm, ürəyim bulanır, öyümə aktı, qusma olmasa belə öyümə aktları varsa da bir mənalı mədə-bağırsaq yoxlanılmalıdır. Doktor, üzr istəyirəm, ürək bulanma səhər saatlarında olurmu, yoxsa günün istənilən saatlarında ola bilər? Əsasən səhər saatları ac qarnına daha çox ürək bulanma verə bilir bunlar. Və bir də valideynlərin ən çox səsləndirdiyi diş qıcaması. Diş qıcaması, bəli. Hansı ki, bu da ola bilər ki, o əlaməti göstərsin. Bəzən nevroloji problemlərlə də bağlılığı ola bilər. Yəni diş qıcaması var, elə biz parazit var, qurd var deyə səslənə bilmərik. Onu iki tərəfli araşdırmaq lazım olur. Və bizim dəyərli Turan xanıma sual verən izləyicilərimizi istəyirəm. Elə bayaq arıqlaya bilməməklə danışdıq. Deyir ki, 96 kiloqramam, boyum 1.60-dır. Heç cür arıqlaya bilmirəm. Qan analizlərim normasındadır. Turan xanım mənə kömək edə bilərmi bu barədə? Qan analizi norma deməzdim. Yağ qidalanma rasionu çox kalorilidir. Deməli, aldığı kalori ilə etdiyi kalori üst-üstə gəlmədikdə, bəli, bu proses ola bilər, oturaq həyat tərzi verə bilir bunları və ya ikincili olaraq HOMA-AR testimiz, insulin direnci testimiz varsa, vitamin D azlığı varsa, Hashimoto tiroidi varsa, sonra hipotireozumuz varsa və bəli, bunların hamısı o yesə də, yeməsə də o köklüyü saxlayacaq. Amma diaqnozların tam normada deməyi məni biraz qane etmədi. Çünki haradasa bu dediklərim, sadaladıqlarımda problem var. Yaxşı olar ki, dəyərli doktorumuza müraciət edəsiniz, əziz izləyicimiz 050-273-90-16. Bir də bizə ən çox verilən suallar boy və çəkidən geri qalmadıq. Xüsusən də uşaqlardan danışırıqsa, biz valideynlərin ən həssas yeri bizim balalarımızdır. Bizim görüntülərimiz var, doktorumuzun uğurları çoxdur, bəzilərini bugün nümayiş etdiririk. Deməli, 8 ay öncə boy və çəki azlığı ilə müraciət edən pasientin müalicədən sonraki vəziyyəti, əməlli başlı boyda gəlib sizə çatır. Sizi keçib hətta. Özümlə müqayisə etmişik, bəli, bunları. Bəli. Uşaq birinci növbədə qidalanmasına önəm verməyib, uşaq yaşlarında. Təbii ki, onun artıq 17 yaşına çox az qalmışdı. Nə bacarmışıqsa bizim üçün böyük bir irəliləyiş, uğurdur. Çünki valideyn də onun üzərində çox dayandı. Mən deyəndən sonra çox dayandı. Çünki heç ağlına gəlmədən də o qidalanmaya fikir verməmişdi. Qidalanma ilə bərabər parazit infeksiyası vardı. Onu məhv etdi ki, zaten infeksiyon bir prosesi olmasın, parazitlər olmasın. Ondan sonra yəni artım bu qədər mükəmməl oldu. 8 ayda mən onu gözləmirdim. Rayona gedəndə o uşağı görəndə tanımadım. Yəni boy bu qədər artıb. Hətta Turan xanımı da keçib, baxın boyu nə qədər aşağı idi və orada qeyd etmişsiniz, nəticəmiz vitaminsiz, hormonal dərmansız müalicə taktikası. Bax, bu da çox önəmlidir. Heç bir hormonal preparat istifadə olunmadan dəyərli Turan xanımın nəticəsidir. Suallar əddindən artıq çoxdur. TikTok canlı yayımında da sual yazan izləyicilərimiz var. Deyir, salam, 8 yaşlı uşaqda qurd var, nə içsin? Öncədən təşəkkürlər. Buradan təbii ki, biz bir şey söyləyə bilməyəcəyik, əziz izləyicimiz. Yaxşı olar ki, Turan xanıma müraciət edəsiniz. Bakıda Baku City görüntüləmə mərkəzində çalışır, Gənclik metrosunun yaxınlığında yerləşir və orada mən istəyirəm aparatları göstərək. Turan xanım, bir cümlə ilə o aparatlar haqqında da məlumat verin, zəhmət olmasa. Buyurun.
Aparatlar tam avtomatlaşdırılmış aparatlardır, inteqrasiya olunub kompüterlərə, əl yazma ilə heç bir cavablar yazılmır. Təbii ki, bir ümumi müayinələr əl yazma ilə yazılır. Tam avtomatlaşdırılmış şəkildə ən müasir aparatlar gördüyünüz kimi fəaliyyət göstərir. Bu da bizim bütün nəticələrimizin 100%-li, normal və sürətli çıxmağı üçün daha qənaətbəxşdir. Təşəkkür edirəm Turan xanım və bir daha qeyd edim, tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, qidalanma üzrə mütəxəssis Turan Axundova bizlə bərabər idi. Doktorun qəbuluna yazılmaq üçün 050 273 90 16 və 3-4-5 fevral tarixlərində Qazaxda qəbul keçiriləcək. Məhz Turan xanımın başçılığı altında ödənişsiz konsultasiya yazıla bilərsiniz. Ünvan LabMed klinikası. ATV Xəbərin günorta buraxılışını izləyirik. ATV Xəbərin günorta buraxılışından sonra davam edəcəyik.